İlham Əliyevin qızları 1 milyard manata Mandarin oteli alıb, bizim haqqımızı oğurlayıb, biz də 250 manat ikinci qrup 50'lik pensiyası aldığımıza görə oturmuşuq burada nəzir yığırıq. Yəni 250 manat da bu ay olubdu. 250 manat bircə dəfə almışıq. Bu aydan qalxdı 250 manat. İndiyəcən 220 manat alırdıq. İkinci qrup 50'lər də. Alanlar da hamısı bunu sübut eləyə bilər. Və Nazilə Məmmədsadəyə dedi, sən get. Yəni məni bu sözlər xoşu gəlmədi. Onun prezidentinə mən olduğu dedim, mən bu nəyə təhqirdir ki? Olan şeyi dedim da, qumarbaza qumarbaz deyirlər. Azadlı qumarbaz olub da İlham Əliyev. Nə oldu onu deyənlər milyonlarla adam bilir. Tək mən bilmirəm ki. Məni maşına apardı. Mən də telefonda canlı yayım Facebookda eləmək istədim. Bir balaca heç polis də düşməmişdi. Nə düşmüşdü heç bilmirəm. Telefonumu da əlimdən aldılar. Maşınla məni post patrul maşını gəldi. Aparlar 18-ci bölməyə. 18-ci bölmədə artıq əksik nalayiq sözlər, ifadələr, təzyiqlər, təhdidlər, sən dövlətə xəyanət edirsən, İlham Əliyevə belə deyirsən. Mən də dedim, dövlət başqa şeydir, hakimiyyət başqa şeydir. Dövlət başdır, hakimiyyət papaqdır. Papağı qışda qış papağı qoyursan, yayda da yay papağı qoyursan. Və üstümdə də, sumkamda da kepkam var idi, yay papağım çitdən. Onu göstərdim ki, satindən bax, mən yayda bu papağı qoyuram, qışda da qalın papaq qoyuram. Yəni qışımın qış papağı var, yayımın yay papağı, yazımın da yaz papağı. Hakimiyyət budur, papaqdır. O da polis də dedi ki, mən elə eyni papaq qoyuram, həmişə eyni papaq qoyuram. O indi elə deməklə deyil da, indi o nə olsun elə deyir, o dediklə deyil. Qoysun, o həmişə eyni papaq qoysun, elə İlham Əliyev qoysun başına, başını da gəzdirsin. Hazır polis ki, kim ki İlham Əliyevi çox istəyir, dedim. Allah onun ömründən kəssin, İlham Əliyevə versin, Mehriban Əliyev.